Kaydın geri. Bir dakika de. Kim komanda verip şu kaydası? Hiç kim bilmiyor. Yesinler başa düşsün. Niye olmaz sen sorularda dayanır? Özümüz Yalan değilsen korkursun. Sağdı. Yalan değilsen korkursunuz. Hamımız korkaksız. Arvatsız. Özümüz Koyunda sen olduğu yok. Hamsında birlik. Koyunda Girmek mümkün değil. Hamsı. Besti yalanı. Yeter agraf şaboklar. Laşına girmiyorlar. Bundan sonra. Kaydı. Başını da döndürün. Hamınız kaydı. Laçını müdafiə edən Azərbaycan əskəri rayonu bu cür köməksiz vəziyyətdə qoyub tərk elədi. Yiyəsizik dedilər. Və Azərbaycan Xalq Cəbhəsinin ölkədə yaratdığı hakimiyyətsizliyə, xaosa etiraz elədilər. Ali Başkomandanın olmamasından şikayətləndilər. Və Çingiz Mustafayevin onların ünvanına söylədiyi təqrirləri də sakitcə qəbul elədilər. Çünki görürdülər ki, Çingiz Mustafayev haqlıdır. Müxalifət və iqtidarsız hakimiyyət əskəri bu günə salmışdı. Azərbaycan əskərinin lasını bu cür tərk elədiyi saatlarda Azərbaycan Xalq Cəbhəsi parlament qarşısında miting keçirir və qələbəsini bayram edirdi. Mitingə gələn Müdafiə Naziri Rəhim Qaziyev döyüş bölgələrindən əskərlərin çıxarılmasına və ən əsası Laçının köməksiz vəziyyətə salınmasına etiraz eləyirdi. Benim sərhəddən əsgərlərim çıxıb gəlir. Mən onu nə ilə və kimlə qoruyum? Əmirallardan, Muğanlıdan dəstələr çıxıb gəlibdi bura. Laçından çıxıb gəlibdi bura. Laçın əldən gedir. Nə ilə saxlayır? Hakimiyyəti ələ almış qüvvələrin davranışına ləyaqətsizlik kimi qiymət verən Rəhim Qaziyev onları hədələməkdən də çəkinmirdi və belə getsə hakimiyyəti ələ alacağam deyirdi. Həm də tələb edirdi ki, hakimiyyəti ələ almaq üçün Bakıya gətirilmiş hərbiçilər dərhal döyüş bölgələrinə qaytarılsınlar. Saat 12-yə qədər vaxt qoyurdu və tələbin icra olunmayacağı təqdirdə intihar edəcəyini deyirdi. Hətta intiharın senarisində təqdim eləyirdi. Elan eləyirdi ki, başına güllə vuracaq və güllə dəyəndən sonra hansı hərəkətləri edəcəyini də, hətta nə cür yıxılacağını da söylüyordu. Sabah saat 12'ye kimi vaxt verirəm. Eğer oldu olmadı gelip sizin yanınızda beynime bir tane güllen çakı burada da yıkılacağım. Azərbaycanda davam edən siyasi çəkişmələr nəticəsində 18 may 1992-ci ildə Laçın ermənilərə təslim edildi. Və yalnız 30 il, 3 ay, 10 gündən sonra 26 avqust 2022-ci ildə Azərbaycan ordusu yenidən tamamilə azad olunmuş Laçın rayonuna daxil oldu. 21 sentyabr 2022-ci ildə Azərbaycan prezidenti Laçın şəhərində Azərbaycanın dövlət bayrağını qaldırdı və ermənilərə sonuncu xəbərdarlığını səsləndirdi. Buradan uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir də deyirəm ki, sizin kitabınız bağlandı, Miyatsum kitabı bağlandı, separatizmin kitabı bağlandı. Bu günlərdə prezident administrasiyasının siyasi partiyalarla və qanunvericilik hakimiyyəti ilə
iş şöbəsi Laçına böyük bir səfər təşkil elədi. Azərbaycanda fəaliyyət göstərən 24 siyasi partiyanın təmsilçisi, qeyri-hökumət təşkilatlarının nümayəndələri, siyasi ekspertlər, internet televiziyalarının təmsilçiləri bu səfərdə iştirak elədilər. Laçında aparılan böyük quruculuq işlərinə şahid oldular. Gedən işlərlə, gedən proseslərlə tanış oldular. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar 44 günlük müharibə dövründə dövlətə sadiqlik nümayiş etdirdilər. Ali Başkomandanın yanında oldular. Xırda məqsədlərdən, xırda istəklərdən uzaq oldular. Hər şey vətən üçün, hər şey Azərbaycan üçün dedilər və onların təbiidir ki, haqqı idi ki, azad olmuş torpaqlara səfər eləsinlər. Özlərinin kiçik də olsa əməklərinin, zəhmətlərinin bəhrəsini görsünlər. Və bu azad olmuş rayonlarımıza təşkil olunan 6-cı səfər idi və ən əsas məsələ ondan ibarət idi ki, siyasi partiya liderlərinin, qeyri-hökumət təşkilatları nümayəndələrinin, siyasi ekspertlərin və digər şəxslərin bu səfərləri Azərbaycan prezidentinin təşəbbüsü ilə həyata keçirilirdi. Bu, onların 44 günlük müharibə dövründə və sonraki dövrdə Azərbaycan dövləti qarşısında göstərdikləri xidmətə verilən bir qiymət idi həm də. Səfəri təşkil edən Prezident Administrasiyasının siyasi partiyalarla və qanunvericilik hakimiyyəti ilə iş şöbəsi Azərbaycanda yeni siyasi mühitin yaranmasında, yeni siyasi mədəniyyətin formalaşmasında ardıcıl işlər görür və bu Laçın səfəri də bu vacib işlərdən biridir. Səfərlər zamanı siyasi partiya təmsilçiləri və ictimaiyyət nümayəndələri bir-biri ilə ünsiyyətdə olmaq imkanı əldə edirlər. Bir-birini daha yaxından tanımaq imkanı qazanırlar. Bu cür səfərlər fərqli mövqedə dayanan və hətta bir-birini ideoloji düşmən sayan siyasi partiya liderləri arasında normal münasibətin yaranmasına gətirib çıxarır. Onlar bir-birini daha yaxından tanıyırlar və səfərlər fərqli fikrə hörmətlə yanaşmaq, fərqli düşüncələrə münasibətdə dözümlü olmaq mədəniyyəti formalaşdırır. Və bu mədəniyyətin formalaşmasında administrasiya nümayəndələri nümunə göstərirlər. Keçirilən tədbirlərdə daha çox müxalifət nümayəndələrinə danışmaq imkanının verilməsi, onların söylədiyi fikirlərə hörmətlə yanaşılması, onlara verilən dəyərin açıq şəkildə nümayiş olunması yeni siyasi mədəniyyət formalaşdırır. Və son illər siyasətçilər arasında, siyasi partiya təmsilçilər arasında münasibətlər də xeyli dəyişib. Artıq əvvəlki bir-birinə münasibətdə nümayiş etdirilən qəzəb, kin, nifrət görüşlər zamanı, dəyirmi masalar zamanı, müzakirələr zamanı müşahidə olunmur. Artıq bir-birini düşmən kimi görən insanlar arasında dostluq, əməkdaşlıq münasibətləri yaranıb. Artıq onlar siyasi rəqiblərini başa düşməyə, anlamağa,
daha çox səylər göstərməyə çalışırlar. Bir-birini düşmən elan eləmək, bir-birini agent elan eləmək kimi çağırışlar uzun müddətdir ki, siyasi leksikondan silinməyə başlayıb. Və təbii ki, bu bəzi qüvvələri qane eləmir. Çünki ortaya çıxdıqları gündən yalnız nifrətdən faydalanıb bu insanlar. Yalnız nifrət vasitəsilə siyasi mübarizə aparıblar. Rəqibini hakimiyyətdən uzaqlaşdırandan sonra dosta çevriliblər. Dünənki düşmənçilik də unudulub və məlum olub ki, bu adamların əslində hakimiyyətdə olanlara düşmən münasibətinin kökündə heç bir ciddi səbəb dayanmırmış. Əsas səbəb hakimiyyət ehtirası, kreslo ələ keçirmək istəyi və bu kreslonun verdiyi imkanlardan faydalanmaq olub. Və bu Azərbaycana çox böyük fəlakətlər gətirib. Torpaqlarımızın işğal olunmasının kökündə də ilk növbədə bu hakimiyyət ehtirasları, hakimiyyət oyunları və şəxsi maraqları hər şeydən üstün tutmaq dayanıb. Laçın səfərində iştirak edən siyasi parti təmsilçiləri, ictimaiyyət nümayəndələri bir daha yaxın 30 illik tariximizi xatırlamaq imkanı əldə etdilər. Və bu 30 ildə nail olduğumuz böyük qələbələrin mahiyyətini daha dərindən dərk elədilər. Və bir daha hamı anladı ki, Azərbaycanın inkişafı müxtəlif düşüncəli qüvvələrin əməkdaşlığındadır, dövlət naminə həmrəy olmasındadır və dövlətçiliyin qorunması və inkişafı üçün hər kəsin əlindən gələni etməsindədir.